Salamlar hər kəsə. Bugün sizə yüksək skorlu bir tələbə necə oxuma vərdişləri var və yaxud da ki, oxumalarını necə edir, onun haqqında danışacağıq. Deməli, deyə bilərəm ki, high scoring readers, what are they doing? Nə edirlər? Niyə bəzi tələbələrin oxuma sürəti digərlərindən çoxdur və yaxud da ki, digərlərindən daha sürətli oxuyurlar. Bu ona görə deyir ki, onlar ingilis dilini çox yaxşı bilirlər, onlar ingilis dilini çox yüksək səviyyədə hər sözü bilirlər, başa düşürlər. Yox, əksinə, onların sadəcə 5 vərdişi var ki, onlar bunu əvvəlcədən praktik ediblər və 5 inancları var. Nədir bunlar? Birincisi odur ki, they read for meaning, not for every word. They focus on understanding the main idea instead of translating every unfamiliar word. Birincisi, onlar tərcümə etmirlər. Onlara tanış olmayan sözlərin üzərində çox vaxt itirmirlər. Sürətli bir şəkildə oxuyurlar. Əsas ideyanı tutmağa çalışırlar və topiki tutmağa çalışırlar. Anlamağa çalışırlar deyək. İkinci vərdişləri nədir? They use context to understand new vocabulary. Əgər yeni bir söz öyrənmə niyyətləri varsa, yeni bir söz öyrənmək istəyirlərsə, oxumaqla yanaşı, oxuma sürətlərini artırmaqla yanaşı, bu halda onlar ilk öncə oxuduqları sözü gedib axtarmaq, tərcüməsinə baxmaqdan öncə mətnin içərisində anlamağa və təxmin etməyə çalışırlar və daha sonra gedib öyrənəndə artıq avtomatik bir şəkildə bir sözü kontekstdə öyrənmiş olurlar. Digər vərdiş nədir ki, they adjust their reading speed. They skim to understand the main idea, they slow down when looking for important details. Digər bir vərdiş nədir? Onlar əgər sadəcə əsas ideyanı anlamağa çalışırlarsa, bu halda sadəcə sürətli bir şəkildə bir mətnə sadəcə göz gəzdirirlər. Amma əgər onların niyyətləri detallara fokuslanmaq, axtarmaqdırsa, bu halda yavaşlayırlar, oxuduqları mətni yenidən oxuyurlar ki, detalları gözdən qaçırmasınlar. Digər vərdişləri nədir? They learn vocabulary in context. Instead of memorizing random word lists, they learn new words from articles, stories and real English text. Bu çox önəmli bir məsələdir. Real ingilis dilində olan konteksti mənimsəmək. Və bu halda onlar sadəcə, məsələn, akademik bir şəkildə yox da, ingilis dilini gündəlik necə istifadə olunur, hansı idiomlar ən çox istifadə olunandır, hansı sözlər, hansı ifadələr ən çox istifadə olunandır, bunları görürlər, bunlarla tanış olurlar. Və bu da onları ingilis dilini hər tərəfli öyrənmələrinə kömək olur. Çünki təbii ki də biz imtahanı götürürük ki, əlimizdə sertifikatımız olsun, bilək ki, bizim filan qədər balımız var, bu universitetə daxil ola bilirik. Amma unutmamaq lazımdır ki, ingilis dili elə bir dildir ki, biz bunu hər yerdə istifadə etməyimiz lazım gəlir, səyahət eləyəndə və s. Ona görə də gündəlik, real ingilis dili kontekstini də, kontentini də mənimsəmək çox önəmlidir. Bu da onların etdiyi bir vərdişdir ki, sözləri, kontenti bir kontekstdə öyrənmək və real bir şəkildə öyrənmək. Və sonuncu nədir? Oxuduqları, mənimsədikləri materialları təkrar etmək. Təkrar etmək deyəndə bu demək deyil ki, gedirlər, açırlar kitabı imtahandan qabaq durmadan təkrar edirlər, durmadan oxuyurlar. Yox, bu demək deyil. Məsələn, gün ərzində bir 5-10 dəqiqə vaxtları var. Girirlər, dünən öyrəndikləri kontekstdən çıxartdığı sözləri sadəcə review edirlər. Və daha sonra onunla bağlı bir mövzu gələndə o sözləri istifadə eləməyə meyilli olurlar. Çünki axı bilirlər, mən bu topiklə bağlı bu sözləri öyrəndim. Bu deməkdir ki, mən bu sözləri istifadə edə bilərəm. Və bir dəfə, 2 dəfə, 3 dəfə istifadə etdikcə artıq bu onların aktiv vocabularysinə, yəni aktiv istifadə etdikləri sözlərə çevrilir. Və bu şəkildə həm oxuma bacarıqlarını həm də inkişaf etdirirlər, həm də sözləri, söz ehtiyatlarını genişləndirirlər. Gəlin, bu da sizin challenge-ınız olsun. Əgər bu dərsi izləyirsinizsə, sizə qısa bir belə deyim, homework tərzdə ev tapşırığı verə bilərəm. Read one short English article. Bir article tapın, mövzusu olsun, sevdiyiniz bir mövzu ola bilər və çalışın ki, heç bir sözü translate eləmədən əsas ideyanı tutmağa çalışın. Oradan bilmədiyiniz, faydalı gördüyünüz sözləri çıxarmaya çalışın. Öz
dilinizdə öz istədiyiniz bir şəkildə parafrez eləmək, o mətni sanki yazın. Yəni başa düşdüyünüz şəkildə yazmağa çalışın və daha sonra 2-3 gün bu mətndən çıxan sözləri, öz yazdığınız parafrezi, yəni ümumiləşdirdiyiniz ideyanı təkrar etməyə çalışın və görün ki, siz 2-3 ərzində öyrəndiyiniz sözləri xatırlayırsınızmı? Bir həftə sonra yoxsa yox. Bu qədər.